Azərbaycan Könüllülük Xidməti Nayoranın təşkil etdiyi yay məktəbində iştirak edirəm. İştirakım üçün çox sevinirəm. İlk gün olduğu üçün ən çox yadda qalan tanışlıq mərasimi idi. Motivasiya yüksəkdir. Seymur bəy, Nigar xanım, Elmar bəy və digər əziyyəti olan hər bir Nayoranın təşkilatçıları həqiqətən də əziyyəti və dəyəri çox böyükdür. Və Kod Da Vinci oyunu oynadıq. Bu da çox maraqlıdır. Düzdür, qalib gələ bilmədik. Komandalar arasındakı rəqabət və komanda ruhu. Yəni mən bunu qalib gəlməliyəm. Düzdür. Tam olaraq qalib gələ bilmədik, son mərhələyə çatdıq. Bir komanda final cavabı göstərmək üçün fiziki əməllə göstərmək. Hamınızı çoxlu uğurlar, xoş istəklər arzulayıram ki, sabah biz yenə də eyni qaydada pozitiv, güclü təlimi hazırlaşaq. Növbəti günlər üçün danışacağımız sözlər bugünkündən daha da çox və daha da enerjili, daha da pozitiv olacaq. Azərbaycanda fəaliyyət göstərən gənclər təşkilatlarına könüllülərin cəlb olunması, onların idarə olunması, motivasiya edilməsi, digər mövzularda təlimləndirilməsi məqsədi qoyulmuşdur. İşsə Gonna do it right, do it big, yeah, yeah. Look into the sky with all the beautiful color, but there's more than just for me, so gonna share it with another. I got to show, to give, let out. I want to sing and shout. Take a look and see a beautiful morning that turns into a beautiful evening, and together make a beautiful life. And if you wanna see, then come along with me. That's right. Yay məktəbinin əvvəlindən sonuna kimi iştirakçılarda həm fəallıq, həm böyük bir enerji, dinamiklik hiss olundu. Ən xoşu oldu ki, bütün bu dinamiklik, enerji, bütün bu çalışqanlıq hamısı bir şey xidmət edirdi ki, Azərbaycanda könüllülük fəlsəfəsini, könüllülük dəyərlərini daha dərindən öyrənmək və gələcəkdə növbəti illərdə, növbəti günlərdə artıq bu yay məktəbindən sonra hər bir könüllü, hər bir gənc öz təşkilatına qaydanda öz təşkilatında könüllülük fəlsəfəsini və dəyərlərini dərindən təbliğ eləyə bilsin. Salam gənclər. Bugün artıq 4-cü günümüzdür. Və biz hardayıq? Göygöldə. Çox təşəkkür edirəm ki, iştirakçılar başdan sona kimi həm təşkilatçılara, həm proqrama, həm ümumiyyətlə bu layihənin mahiyyətinə hörmətlərini qoruyub saxladılar. Hər şey çox xəyal edir. Könüllü ol. Özünü inkişaf elətdir. Anı yaşa.